Allah bir bəndəyə xeyir vermək istəsə, ürəyində Hüseynin məhəbbətini yerləşdirər və Kərbəla ziyarətinin məhəbbətini yerləşdirər. Bilmirəm biz nə eləmişik ilahi, mən bilmirəm. Amma deyəsən bizə xeyir vermək istəyirsən ki, bu məhəbbət ürəyimizdən silinmir. Bu məhəbbət bizim ürəyimizdədir. Bu ümid yerimizdir bizim. Bunu bizdən alma, xahiş edirəm. Bunu bizdən alma. Ya Abdullah, bugün mən sənin məclisində neyniyim ki, gizli eyiblərim qəlbimdən çıxsın? Neyniyim? İstəyirsən gəlim əzadarlarının ayaqqabısını cütləyim, tozunu silim, neyniyim? Sənə yanım, gözyaşı töküm. Bu gözyaşı bilirsiniz neyniyir? Hədislərdə var, bu gözyaşı istiğfarın daxil olmadığı güşələrinə gedir. Qəlbin o gizli yerlərində olan eyibləri təmizləyir. Bu gözyaşının bu xüsusiyyəti var. O gizli eyiblər var, lap dərin qatda. Bu Hüseynvay deyəndə, ağlayanda oradan təmizlənmə başlayır. Ona görə qəribə, gözəl hal yaranır insanda.